Milli təhsilin gələcəyi yoxsa mütəşəkkil qohum tanış inhisarı? Azərbaycan məktəblərində müasir texnologiyaların tətbiqi üçün dövlət büdcəsindən hər il milyonlarla manat vəsait ayrılır. Lakin jurnalist Samir Firuzovun apardığı araşdırma Elm və Təhsil Nazirliyinin ən böyük büdcəli layihələrindən olan STEAM satın almalarında şok korrupsiya və mənimsəmə iddialarını ortaya çıxarıb. Dövlət satın almaları portalının rəsmi göstəriciləri və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, sahə üzrə azad sahibkarlar bazardan tamamilə sıxışdırılıb, yerini isə çox qatlı bir mexanizm qurulub. Rəsmi sənədlərdə tenderlərin qalibləri mütəmadi olaraq dəyişir. Bəs pərdə arxasında nələr baş verir? Araşdırmaya görə bu milyonluq tenderlərin formal qalibləri fərqli olsa da gətirilən bütün STEAM avadanlıqlarının ölkə daxilindəki yeganə təsisatçısı dəyişməz qalır. STEAM MMC. Bu şirkətin mərkəzində dayanan şəxs isə Elm və Təhsil Naziri Emin Əmirullayevin qayını Nihat Hənifəyevdir. İddia olunur ki, mallar xaricdən real maya dəyərinə alındıqdan sonra nazirin qaynının şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Jurnalist araşdırmasında bu zəncirin təkcə qayından ibarət olmadığını, bütöv bir sinif yoldaşları və silahdaş şəbəkəsi üzərində qurulduğunu iddia edir. Sxemin idarəedici halqaları isə bəllidir. Nazirin qayını Nihat Hənifəyev, xarici avadanlıqların tək idxalçısı, pulların yönəldiyi STEAM MMC-nin rəhbəri. Elnur Əliyev, Təhsil İnstitutunun rəhbəri, nazirin müşaviri və Kaspi liseylərindən gələn keçmiş silahdaşı. Tural Ayvazlı, nazirin maliyyə məsələlərinə nəzarət edən müşaviri. Valeh Mirzəyev, sifarişçi qurum olan Ərazi Tikinti Təchizat İdarəsinin rəisi və nazirin sinif yoldaşı. Zamiq Məmmədov, satın alma zəncirinin mərkəzində dayanan digər bir sinif yoldaşı. Təhsilin gələcəyi üçün ayrılan dövlət vəsaitlərinin bu şəkildə qapalı ailə və dost şəbəkəsinə axıdılması iddiaları dövlət satın almaları haqqında qanunvericiliyin birbaşa tapdanması deməkdir. Milyonlarla manatlıq büdcə vəsaitinin son dayanacağının harası olduğu və xaricdəki real qiymətlərlə dövlətə satılan qiymətlər arasındakı fantastik fərq ciddi təftiş tələb edir. Hüquq mühafizə orqanlarının və aidiyyatı yoxlama qurumlarının bu şəbəkə ilə bağlı hansı addımlar atacağı maraq doğurur. Mövzu diqqətimizdədir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.